Aprelin 6-sında Toplum TV iş üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Fərid İsmailov məhkəmə heyətinin tərkibinə etiraz edib. O bildirib ki, iş materiallarında onun mütəşəkkil dəstədə jurnalist kimi fəaliyyət göstərməsi və hərbi xidmətdə olduğu dövrdə qaçaqmalçılıq etməsi kimi iddialar yer alıb. Məhkəmə etirazı təmin etməyib. Daha sonra hal şahidlərinin dindirilməsinə başlanılıb. Kamal adlı şahid ifadəsində bildirib ki, Fərid İsmailovun evində aparılan axtarışa polis tərəfindən yolda dəvət olunub və axtarış zamanı evdə küllü miqdarda pul tapıldığını iddia edib. Lakin o, ev sahibinin kimliyini necə müəyyən etdiyini izah etməkdə çətinlik çəkib. Məhkəmədə Rahim adlı digər şahid isə Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun evində aparılan axtarışda iştirak etdiyini və oradan xarici valyutada pul tapıldığını deyib. Şahid vəkilin suallarına cavab olaraq axtarış protokolunu oxumadan imzaladığını bildirib. Proses zamanı vəkillər Fuad Ağayev və Zibeda Sadıqova tərəfindən şahidlərə verilən bəzi suallar hakim tərəfindən mənasız adlandırılıb və tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxslərdən biri Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və 3-cü Respublika platformasının spikeri Akif Qurbanov ilə hakim arasında da mübahisə baş verib. Hakim onun suallarını işin mahiyyəti ilə əlaqəsiz hesab edib. Akif Qurbanov isə bununla razılaşmayıb. Daha sonra Coşqun adlı şahid dindirilib. O, İD əməkdaşı Əli Zeynalın evində aparılan axtarışda iştirak etdiyini və oradan xarici valyutada pul tapıldığını bildirib. Lakin şahid suallarının əksəriyyətinə yadımda qalmayıb cavabı verib. Hakim vaxt azlığına əsas gətirərək dindirməni dayandırıb. Növbəti məhkəmə prosesi aprelin 20-sinə təyin olunub.